Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Dövlət Gömrük Komitəsinin əməkdaşı Nurlan Babazadə bugün etibarlı tərəfdaş konsepsiyası barədə təqdimatla çıxış edəcəyəm. Mövzu ilə bağlı suallarınız olduğu təqdirdə şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz. Aidiyyəti struktur bölmələr tərəfindən qısa müddət ərzində suallarınız cavablandırılacaqdır. Etibarlı tərəfdaşlıq konsepsiyası Azərbaycan Respublikası Prezidenti tərəfindən 5 dekabr 2025-ci il tarixdə 837 saylı sərəncamla təsdiq edilmişdir. Sahibkarlığa dövlət dəstək mexanizminin səmərəliliyini və şəffaflığının artırılması ilə yanaşı, idxal, ixrac və tranzit əməliyyatları üzrə daha sürətli və çevik əməliyyatların həyata keçirilməsinə xidmət edən dövlət proqramıdır. Etibarlı tərəfdaş kimdir? Normativ hüquqi aktların tələblərinə riayət edən, dövlət tərəfindən verilmiş imkanlardan istifadə edən, gömrük biznes münasibətlərində etimad qazanmış iqtisadi subyektlərdir. Etibarlı tərəfdaşlıq modelinin Azərbaycan Respublikasında tətbiqi, təhlükəsiz və sadələşmiş ticarətin təşviqinə, səmərəli gömrük biznes dialoqunun formalaşdırılmasına, gömrük nəzarətinin sadələşmiş formalarından istifadəyə imkan yaradacaqdır. Biznes nöqteyi nəzərindən isə dövlət dəstək mexanizminin gücləndirilməsinə xidmət edəcəkdir. Konsepsiyanın 8-ci hissəsində tədbirlər planı yer almışdır. Tədbirlər planında ilk olaraq səlahiyyətli iqtisadi operator statusunun institutun inkişafı ilə bağlı, onların normativ bazanın gücləndirilməsi, dövlət dəstək mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər yer almaqdadır. Növbəti slaydda bu barədə ətraflı məlumat verəcəyim. Digər tədbir qismində gömrük təmsilçiliyi və gömrük anbarı institutunun inkişafı ilə bağlı qeyd etmək istərdik ki, gömrük təmsilçilərinin etibarlı tərəfdaş qismində tanınması mexanizmlərinin hazırlanması, gömrük anbarlarında əməliyyatlarının sayının və lojistik imkanlarının genişləndirilməsi tədbirlər qismində yer almışdır. Etibarlı tərəfdaş konsepsiyası çərçivəsində sahibkarlar üçün maliyyə dayanıqlılığının inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirlər yer almaqdadır. İlk növbədə malların 2 pilləli buraxılış sisteminin tətbiqi, gömrük ödənişlərinin hissəvi ödənilməsi, de minimis prinsipinin tətbiqi. Digər sadələşdirmə tədbirləri qismində dərhal buraxılış sisteminin tətbiqi, beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması, ümumilikdə ticarətin asanlaşdırılmasına, sadələşdirilməsinə xidmət edən tədbir qismindədir. Potensialın gücləndirilməsi ilə mütəxəssislərin formalaşdırılmasına dair proqramlar hazırlanacaq, o cümlədən etibarlı tərəfdaşlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi tətbiq olunacaqdır. Qeyd etdiyim kimi, səlahiyyətli iqtisadi operatorla bağlı normativ bazanın gücləndirilməsi və dövlət dəstək mexanizminin formalaşdırılması ilə bağlı tədbir yer almaqdadır. Səlahiyyətli iqtisadi operator gömrük əməliyyatlarının bir qisminin özləri tərəfindən həyata keçirilməsinə imkan verən, müəyyən üstünlüklərdən istifadə edən xarici ticarət iştirakçılarıdır. Hansı ki, bu gömrük əməliyyatları müəyyən lojistik vaxtın və xərclərin aparılmasına səbəb olmaqdadır. Səlahiyyətli iqtisadi operatorla bağlı normativ hüquqi akt layihəsi hazırlanarkən, həmin operatorun, səlahiyyətli iqtisadi operatorun növləri və kateqoriyası, onlara təqdim olunan üstünlüklər və əldə edilməsi şərtləri, statusunun verilməsi, dayandırılması və ləğv edilməsi qaydaları, təlim proqramları və fərqlənmə nişanları, o cümlədən qarşılıqlı tanınma sazişləri öz əksini tapmaqdadır. Qeyd edək ki, etibarlı tərəfdaş konsepsiyasından irəli gələrək, yaşıl dəhliz buraxılış sistemindən daimi istifadəçilərin səlahiyyətli iqtisadi operator statusuna inteqrasiyası təmin olunacaqdır. Və bununla da onlar daha çox üstünlüklərə sahib olacaqlar. İlk növbədə qarşılıqlı tanınma ilə bağlı məlumat vermək istərdim. Qarşılıqlı tanınma, sərhəd keçmə və rəsmiləşdirmə prosesində sadələşdirmə tədbirlərinin bu sazişi imzalanmış ölkələr tərəfindən səlahiyyətli iqtisadi operatorlara tətbiq edilməsinə imkan verən mühüm üstünlük mexanizmidir. Bundan əlavə, tədbirlər planında maliyyə dayanıqlılığa bağlı bir sıra tədbirlər qeyd olunmuşdur. İlk olaraq, malların 2 pilləli buraxılış sisteminin tətbiqi ilə bağlı qeyd etmək istərdik ki, bu sistem nədən ibarətdir? Gömrük orqanlarına təminat təqdim olunur, gömrük ödənişlərinin ödənilməsi 30 gün müddətinə təxirə salınır, mallar buraxılmaqla şəxsin sərəncamına verilir. Təyin olunmuş həmin müddət ərzində isə faiz və dəbbə pulu hesablanmır. Əyani olaraq misal üstündə göstərə bilərik ki, idxal əməliyyatları həyata keçirən A şirkəti gömrük ərazisinə müəyyən malları gətirir və nəticədə hesablanmış, tutaq ki, 10.000 manat gömrük ödənişlərini dövlət büdcəsinə ödəməlidir. Bu sistemdən istifadə nəticəsində idxalatçı A bank qarantiyası və yaxud da digər təminat təqdim etməklə
gömrük ödənişlərinin ödənilməsinə 30 gün müddətində təxirə salınma imkanı əldə edir və mallar buraxılır. Şəxs həmin malları sata və ya digər üzərində sərəncam həyata keçirə bilər. Nəticədə gömrük ödənişlər əldə edir və ondan sonra müəyyən olmuş 30 gün ərzində gömrük ödənişlərini ödəyir. Və bu müddət ərzində 30 gün ərzində dəbbə pulu və faizlər hesablanmır. Nəticədə bu maliyyə dayanıqlığına imkan verən yeni bir mexanizmdir. Daha sonra de minimis prinsipinin tətbiqi ilə bağlı məlumat vermək istərdik. Deməli, bəzi kateqoriya malların və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azad olma məbləğinin hədlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. İdxal əməliyyatları üzrə xüsusən də mikro, kiçik və orta sahibkarlar üçün kommersiya nümunələrinin, reklam xarakterli malların, elmi tədqiqat nümunələrinin, kataloqlar və çap məhsullarının ölkə ərazisinə gətirilməsi zamanı ədliyyə dəyər vergisi və gömrük rüsumlarından azad olunma nəzərdə tutulmaqdadır. Və bununla da onların maliyyə imkanları artırılacaqdır. Həmçinin ixrac üzrə müəyyən edilmiş həddə gömrük yığımlarından azad olunma, Made in Azərbaycan brendinin o cümlənin ixracın təşviqinin sürətlənməsinə təkan verəcəkdir. Qeyd edək ki, bu hədlərin, bu məbləğ azad olma hədlərinin müəyyənləşdirilməsi hər təqvim ayı üzərinə şamil olunacaqdır. Etibarlı tərəfdaş konsepsiyası ümumilikdə bütünlüklə sadiləşdirmə tədbiri ticarətin asanlaşdırılmasına xidmət edən dövlət proqramıdır. Konsepsiyanın mətni ilə QR kod vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, konsepsiya 2026-2028-ci illərdə tədbirlər əhatə edir və normativ bazanın gücləndirilməsi ilə ixrac və tranzit əməliyyatları daha çeviş və sürətli həyata keçiriləcəkdir. Hörmətli izləyicilər, diqqətinizə görə təşəkkür edirəm. Suallarınız olduğu təqdirdə şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz. Aidiyyatı struktur bölmələr tərəfindən qısa bir müddət ərzində suallarınız cavablandırılacaqdır. Bir daha təşəkkür edirik.